Salam dəyərli izləyicilər. Bu gün mən sizlərə 28-ci 2-ci ay 2026-cı ildə keçirilmiş Respublika fənn olimpiadanın tarix fənni üzrə yuxarı yaş qrupu suallarını izah edəcəyəm. Videoya keçməzdən əvvəl videonu bəyənməyi və kanala abunə olmağı yaddan çıxarmayın. Getdik suallara. 1. Roma İmperatoru Adrian fəaliyyətinə aid xüsusiyyətlər. Parfiyanın paytaxtının ələ keçirməsi, bu bildiyimiz kimi Trayandır. Onsuz da geri çəkildi. Albaniya ilə bəli, əlaqələr saxlamışdı. O ilə doğru cavab B variantıdır. Ermənilər üzərində hakimiyyəti Avqust vermişdi. Bu da Adriana aid cavablar deyil. Cavab B variantı, düzgün variant. Albaniyanın 7-ci əsrin 1-ci və 2-ci yarısı tarixləri üçün oxşar. Ərəb xilafətinin asılılığı 667-670, yəni ancaq 2-ci yarısıdır. Sasanilərlə müttəfiqat döyüşlərdə 642-dən sonra alınmadı, heç yerə getmədi. Həmçinin də Sasani 651-də süqut edir. Yəni ikinci yarısına düşür, amma da o qədər də düşmür. Yəni Cavanşir orada iştirak eləməyib. Cavanşir deyəndə yəni Albaniya. Xəzər xaqanlığının hücuma məruz qalıb. Düzdür, 629-da Xəzərlər gəlir, amma Xəzərlər 629-da gələndə dövlət deyildi. 662-də dövlət idi. Əgər ona dövlət olsaydı, C variantı doğru olardı. Sasani mərzbanları tərəfindən 5-629-da bu da heç. Hökmdarın Bizans imperatorun bəli. Cavanşirin atası Varazlaydı, o da İraqdan vasitələ yönəlmişdi. Cavanşir də 2-ci Konstantindən 654-də onun asılılığına düşmüşdü. Y variantı doğru cavab. Düşmənçilik müqaviləsinin Azərbaycan iqtisadiyyatının təsirlərindəndir. Bir səhvdir, yanlış kənd təsərrüfatı, belə bir şey yoxdur. 2 düzdür, müstəmləkə xarakter aldı. 3-də düzdür, Rusiya sənayesi üçün ixracını ölkəyə çevirdi. 4-də səhvdir, Ruslar burada kapitalistləri genişləndirdilər əksinə. Cavab C variantı. 17-dən sonra Respublikadan Rusiya ilə yaxınlaşmanın səbəbi oldu. Bu da konkret bir cavabdır. 86-da anti-türk koalisiyası yaradırlar. Y variantı, yəni ki, Viyana mühasirəyə alandan sonra. Milli Şuranın ilk fəaliyyəti. Milli Şura mayın 28-1918-də ilk fəaliyyətini yarandı və iyun 17-si böhranda buraxıldı. Bir də Thomson gələndən sonra bərpa olunur parlamentə kimi, amma bizlər ilk fəaliyyətini istəyir. Müstəqillik Antan dövlətləri tərəfindən 1920-ci yanvarında parlamentə düşür. İstiqlaliyyət bəyannaməsi bəli, Tiflisdə idi. Müəssisə məclisdə seçkilər haqqında 1919 iyuldur. Həmçinin müəssisə məclisinə qəbul olunmayıb, amma seçkilər haqqında əsasnamə və qəbul olunub, amma ona aid deyil. İlk hökumətdə bəli, 2-4 cavab D variantı. Hadisə nəticə əlaqələrini müəyyən edin. 10 noyabr üçtərəfli bəyanat Naxçıvan qarşı səhvdir. Naxçıvan Azərbaycan birləşməyidir. Laçın rayonunun işğaldan azad edilməsi Şuşaya hücum üçün əlverişli səhvdir. Çünki Şuşadan sonra Laçını alırıq. Şuşanı noyabrın 8-i, Laçın isə 1 dekabr. Əsası isə Laçını tam olaraq 2022-də azad edirik. Kəlbəcər rayonunun ermənilər tərəfindən mühasirəyə alınması, Daşaltı əməliyyatı bu Şuşaya aiddir. Bişkek protokolundan sonra Rusiyalılar gəlməyib. Rusiya 8 noyabr bəyanatından sonra gəlib. Lokal tədbirli antiterror əməliyyatla bəli, qondarma erməni problemi, daha doğrusu Qarabağ problemi bir dəfədə həll edildi. Cavab Y variantı. Səhifədən keçdik. Xronoloji ardıcılığı müəyyən edin. Azərbaycanın qoşulmama hərəkatının tam hüquqlu üzvü olması, bəli 2011-dir. İlham Əliyevin ilk dəfə prezidentliyi 2003. İlk Avropa Şurasının tam hüquqlu üzvü olduq 2000-ci ildə. İlk bələdiyyə seçkiləri 1999. Bunu da düzəndə doğru cavab C variantı eləyir. Bu ortaq türk tarixinə aid bir sualdır. Konkret cavab var. Kimə xanlığıdır? Ortaq türk tarixə düşürdü. Yəqin ki oxumusunuz. Olimpiada vəsgərləri. Bu da Kimə xanlığıdır. Qırğızlarla, Qalıqlarla sərhəd olan. 2020-ci ilin 10 noyabr tarixli üç tərəfli bəyanatının şərtlərinə uyğun olaraq Azərbaycan qaytarılan ərazilər. Deməli, 15 noyabrda Kəlbəcər qaytarılmalı idi. 25-də qaytarıldı. Çünki Basarkitlərdə hava durumu pis idi. 20 noyabr Ağdam, 1 dekabr Laçın. Yəni ki 4 Kəlbəcər, 5 Laçın, 6 Ağdam. Cavab B variantı. Cənubi Azərbaycan 1920-ci ilin fərqli olaraq 1905-1911 hərəkatı. Xarici qüvvələr hər ikisində var. Muxtar Respublika 1905-11-də yoxdur, 1920-də var. Azərbaycan Şimal Milli Burjuaziya bəli 1920-də xiyabanı qəbul etmədi, amma Səttarxana Tağıyev falan, həm də xanım Cavanşir, İrəvandan bir dənə də var idi, o kömək eləmişdi. İranda konstitusiya qəbulluğunda bəli, onsuz məşrutədir. 1915-11 məşrut elə konstitusiya deməkdir. 3-4 cavab C variantı. Parfiya dənəvi 247-224-cü illərdə mövcud olub. 226-da yazılır, amma 226-da
404-də Sazanlar dövləti qurulur, Ərdəş Bərbəkan. Makedoniya üsyanı Mərkəzi Asiyanın Makedoniya üsyanı hakimiyyət illərinə bu düşmür. Makedoniya üsyanları öləndən sonra çox sonra yaranır. Əhəməni dövləti 525-də Pelosa döyüşünə və tabeli Maktrayan bəli bizim İranın ilə ilk əsrlərində 115-117 saya bilərik. Orada o da düşür Parfiya. Hətta Parfiyanın da paytaxtını tutmuşdu, lakin üsyanlar səbəbilə geri çəkilməyə məcbur oldu. O birisilər də Afina Spartadır, Edirnə 5-ci əsr düşür. Cavab elə eləyir C variantı. 12-ci sual. Bu dimin qəbul proqramında olmayan sualdır. Fransa, Yakovin diktaturası falan olan dövrdür. Deməli, cavab A variantı. Avstriyanı Fransaya sülh bağlamağa Şimali İtaliyadakı məğlubiyyət məcbur etdi. İngiltərə onsuz iştirak edirdi. Osmanlı ilə yeni müharibə xeyr. Osmanlı 1787-də var idi, amma ki o artıq Fransa təhlükəsinə qarşı onunla sülh bağladılar. Avstriya döyüşünə əlaqə 1805-dir. Fransa Misirdən 1803-də geri çəkildi. Buranı da keçirik. 13-cü sual. Deməli, səbəblər 16-cı əsr, 17-ci əsr Marağa Rəsədxanası bərpa edilib Şah İsmayıl Qəzətin Mənsur göndərmişdi. Anı yazırıq 1-ə. Hökmdarların dövrlərinə əsərlər, məsələn, Təhməsi və Əs-Sənət Təvarix, Aləm Abbas Arayim Abbasi, o da 17-ci əsrdə düşür, yəni ortaqdır. Şah Sultan Hüseyn 1694-1720 hakimiyyətdə olub. Onu da haradasa mən götürməmişdim, amma yəni də məcbur qalıb Hüseyn də belə yazmalıyıq. Tam olmasa da yəni düşür o dövrə. Avropada mətbə avadanlığı gətirməyə təşəbbüsü 2-ci Abbas edib. 3-cü Abbasın bu işə biganələri, kifayət qədər vəsait ayrılmaması bu işə mane oldu. Yəni Abbasın da hakimiyyəti ilə yazanda 17-yə gedir. Şeyx Səfi məscidi üçün xüsusi xalça toxunması, o da 1539-dur. A-yə. Cavab D variantı. Qaraqunun dövləti Qara Yusifin hakimiyyəti illərindən fərqli olaraq Qara İskəndərin hakimiyyəti, Cahanşahın hakimiyyəti. Teymur hökmdar Şahruxla müharibə Qara Yusif də aparıb. Çünki o Qarabağa gələndə ölmüşdü. Yəni ki, axır ki, ora qədər gələnə qədər Qara Yusifin hakimiyyət dövründədir də, yəni. Yəni ona görə birdəki A-ları biz silirik. Alaşkət döyüşü bəli B variantı. Çoxlu soyurqal Qara Yusifə aiddir. Teymurlar dövlətinin asılılığı bəli. İdarəçilə gəlmiş xeyr, buna aid deyil. Şahzadə hakimiyyəti bəli. Bağdadda, Pirbulaq falan üsyan qaldı. Yəni 1-ə B, 2-ə A-dır, Y variantı. Mazut Konstitusiyasında və Müsavat Partiyasının birinci qolunu qəbul edilmiş yeni proqram müddəalara oxşar cəhət. Mazut iş günü norması müəyyən olunması. Bəli, Mazut Konstitusiyasında 9 saat, Müsavat Partiyasında 8 saat idi. A variantı. B variantı əvəz sonra kəndə xüsusi mülkiyyətimiz yalnız müsafata aiddir. Muxtar əyalətlə yerlidir, ana dili yalnız müsafata aiddir. Rusiyanın Demokratik Respublika Pensi yalnız müsafata aiddir. Burada bərabərlik aradan qaldırılması da aiddir Mazut Konstitusiyasında. A variantı. Albaniya hökmdarı Cavanşirin Dəməşqə ikinci səfər zamanı Xəlifə falan təklif etdi. Bu sualı mən yazmamışam. Cavab D variantıdır. Keçdik bu sualı da. Bu səhifəndə. 17. Xəritədə göstərilmiş xanlıqlara aid ümumi cəhətləri düzgün bəndi müəyyən edin. 1 Xoydur, 2 Təbrizdir, 3 Urmiyədir, 4 Qarabağdır, 5 Makudur, 6 da Şamaxıdır. 1-4 Urmiya və Qaradağ xanlıqlarına qarşı yürüyüşə mübarizə deyil. Xoy və Qarabağ. Bəli, Urmiya qarşı Şiraz qonaqlığında hər ikisi iştirak edib. Qaradağda 1784-də ikisi bölüb. Biri götürdük. 2-4-6 Quba xanlığı tərəfindən tabe edilib. Quba xanı Qarabağ tabe eləyənmədi. Çünki İraqlı köməklə idi İbrahim Xəlillə. Həmçinin Təbrizdə də yürüyüş etməyib. Nə əlaqə çıxdı. Gürcüstan müqaviləsi sonra varlığını bəli Xoy Makuq saxlayır. Hətta Türkmənistandan sonra da bir müddət saxlayır onlar. 2-6 Şəki xanlığına qarşı qurulan ittifaqda Şəki xanlığına qoşulub Qızılqaya, Qarabağ, Qaradağ, Gəncə, İrəvan, Naxçıvan idi. Yəni ki, Qarabağ, Qaradağ, Gəncə, İrəvan, Naxçıvan, Şamaxı ilə Təbriz orada nə gəzir? 1-3 Y variantı. Qeyd edilən neçəsi Cənuba İkinci Dünya müharibəsi illərində Azərbaycan isə iqtisadi aid deyil. Sənaye əsasəsinin əl-əməyin üstünlük təşkil etdiyi xırda sənətkar emalatxana bu Cənubi Azərbaycana aiddir. 1-7. 1942-də bəli, sifarişlər yerinə təyyarə tamir zavodu. 2-də düzdür, 110 milyon TF. 3 səhvdir, müharibə şəraitində necə biz eləyək, qəzet buraxa. Müharibə şəraitində pulsuz məktəbin verilməsi də biraz düz olmaz. 130 növ yox, burada 75 növ olmalıymış. Səhvdir, yəni axırıncıdadır ki, düzdür.
Yəni 4 dənə səhvimiz var. Doğru cavab C variantı. Bunu da mən səhv yazmışam. Qeyd edilən aiddir. Dağlıq Respublikanın qurucularından biri olmuşdur. AXC hökumətində nazir olmuşdur. Rəşid bəy Kaplanov. Y variantı. Hə, bu gəldi 20-ci suala ortaq türk tarixinə aid bir sualdır. Məmlüklər sülaləsi Misirdə hakimiyyət oldu. Muciyyətdən Aybək dövləti yaradıb. 1-ə C. Səfəddin Quzun Monqollar qarşı mübarizə. Baybaşdakı paytaxtı Misrə köçürməsi. A variantı. Ümidvaram ki, izah aydın oldu. İzah xoşunuza gəldisə videoya like atmayı unutmayın. Bir də ki, neçə düz oldu şərhlər bölməsində qeyd edərsiniz. Sağ olun.